Dostlar, mən sizə indi motoqəza göstərəcəm. Mənim yaxın tanışım o motosikletdə sağ budundan sümüyü qırıldı və çox ciddi zədə aldı. Mən istəyirəm ki, bu videonu biz analiz edək və niyə bu baş verdi? Birinci səbəbi, havalar soyuq keçir və soyuq keçdiyi üçün asfaltın üst qatı sürüşkən olur. Çünki nəmişlik olur, yağışlar yağıb, asfalt tam qurumayıb. İkinci, motosikletin təkər soyuq olur və soyuq olduğundan asfaltla kontaktı çox zəif olur, sürüşkən olur. Elə bir buz üzərində sürürsən. Üçüncü, əlini qazdan çəkmədi və motosiklet həmin sürətlə də devr eləməyə başladı və nəticədə ayağının üstünə yıxıldı, çox böyük bir zədə aldı. Bundan sonra qardaş motosiklet sürəcək, sürməyəcək sual altındadır. Yəni onun gözü qorxdu. Nə qədər siz çox motosikletdən qorxacaqsınız, onda motosiklet sizi 100% yıxacaq. Və siz bacarmalısınız onu nəzarət altında saxlamağa, qazı düzgün saxlamağa. Və videoda görsəndəyi kimi, qardaş qazı buraxmadı. Həyəcanlı olduğu üçün sükandan necə də var, elə də saxlayıb, yıxılmamaq üçün. Amma nəticədə nə baş verdi? O əlini qazdan buraxsaydı, heç bir şey olmayacaqdı. Və təbii ki, bu təcrübə ilə toplanır. Yəni, motosiklet bir oyuncaq deyil. Və o özünə qarşı məsuliyyətli davranmağı tələb edir. Siz psixoloji olaraq hazır olmalısınız ki, hər bir maneə çıxa bilər. Sürətinizi normal seçməlisiniz, qayda ilə getməlisiniz, təcrübə yığana qədər. Bu qaçılmazdır təbii ki, yıxılmaq. Kimdəsə yıxılmaq yüngül formatda keçir, kimdəsə yıxılmaq çox təəssüflər olsun ki, qardaşın misalındakı kimi çox ciddi xəsarətlər gətirir. Və mən Allahdan diləyirəm həmin qardaş tez sağalsın.